Dördüncü misal, azanın sözləri. İndi isə gəlin Şiyə hədis mirasındakı o dərin problemləri göstərən daha bir misala. Azana, əşhədü ənnə Aliyyən vəliyullah sözlərinin əlavə edilməsi məsələsinə nəzər salaq. Bu məsələ haqqında danışan və ilk dəfə qəti hökm verən Şiə aləminin ən böyük sütunlarından biri olan Şeyx Əs-Saduqdur və onun bu barədə dedikləri çox kəskin və çox aydındır. O yazır: doğru azan budur. Ona nə bir şey artırılır, nə də ondan bir şey əskildilir. Müfəvvidə Allah onları lənətləsin, bəzi xəbərlər uydurmuş və azana Muhammed və Ali Muhammed xeyrul bəriyyədir, yaradılmışların ən xeyirlisidir sözlərini əlavə ediblər. Bəzi rəvayətlərində isə əşhədü ənnə Muhammedən Rasulullah cümləsindən sonra 2 dəfə əşhədü ənnə Aliyyən vəliyullah sözlərini əlavə ediblər. Əlinin Allahın vəlisi olmasında və Muhammed və ailəsinin yaradılmışların ən xeyirlisi olmasında heç bir şək yoxdur. Lakin bu sözlər azanın əslində yoxdur. Mən bunu yalnız ona görə qeyd etdim ki, bu əlavələr vasitəsilə Müfəvvidə firqəsinə mənsub olanların, yəni özlərini bizim cərgəmiz və gizlədən o ifratçıların kimliyi tanınsın. Bu həqiqətən də çox önəmli bir şahidlikdir. Çünki ağlı başında olan hər bir insan bilir ki, nə Peyğəmbərin zamanında, nə də ondan sonraki xəlifələrin zamanında azanlarda bu cür əlavə sözlər olmayıb. Bu açıq-aşkar şəkildə sonradan uydurulmuş bir bidətdir. Və Şeyx Əs-Saduq kimi böyük bir Şiə aliminin konkret olaraq bu sözləri azana əlavə edənlərin məhz ifratçı, xulat Şiə qrupları olduğunu söyləməsi məsələnin kökünü bizə çox aydın şəkildə göstərir. Lakin Şeyx Əs-Saduqun bu qədər sərt və aydın mövqeyindən sonraki dövr Şiə alimləri çox qəribə bir yanaşma ortaya qoymağa başladılar. Əl-Mufid, İbnül Cüneyd, Əl-Murtada, Əbu Salih Əl-Hələbi kimi erkən dövrün ən böyük fəqihləri azandan danışarkən bu üçüncü şəhadət haqqında tamamilə susurlar. Onlar öz kitablarında bu məsələyə heç toxunmurlar belə. Bu barədə açıq şəkildə danışan ikinci böyük alim Şeyxut Taifə Ət-Tusi olur. O, əvvəlcə Ən-Nihayə kitabında eynilə ustadı Əs-Saduq kimi sərt bir mövqe sərgiləyərək yazır. Amma şaz, yəni etibarsız xəbərlərdə rəvayət olunmuş bu sözlərə gəldikdə isə bunlar azanda əməl olunacaq şey deyil və hər kim bunlarla əməl edərsə, xətaya yol vermiş olar. Lakin sonradan Əl-Məbsud kitabında Ət-Tusinin mövqeyində qəribə bir yumşalma müşahidə edirik. O, bu dəfə yazır. Amma bu sözləri deməyə gəldikdə isə bununla azanda əməl edilmir. Lakin əgər bir şəxs bunu etsə, günah qazanmır. Gördüyümüz kimi artıq burada bir yumşalma var. Xəta etmiş olar ifadəsi günah qazanmaz ifadəsi ilə əvəz olunur. Bu isə artıq bu əməlin haram deyil, sadəcə olaraq məkruh, yəni bəyənilməyən bir əməl olduğuna işarə edir. Ət-Tusidən sonraki yüzillər boyunca böyük Şiə fəqihlərinin mütləq əksəriyyəti İbn Zəhra Əl-Hələbi, Ət-Təbrasi, Əl-Muhaqqiq Əl-Hilli kimi nəhənglər öz fiqh kitablarında azandan danışarkən bu üçüncü şəhadət mövzusuna heç toxunmurlar belə. Bu uzun sükutu pozanlardan biri Əl-Əllamə Əl-Hilli olur. Lakin o da Münteha Əl-Mətlab kitabında sadəcə olaraq Ət-Tusinin 2 fərqli görüşünü nəql etməklə kifayətlənir. Amma özünün Nihayətül Əhkam kitabında daha kəskin bir mövqe ortaya qoyaraq yazır. Azanın fəsillərində Əliyyun vəliyullah demək məşruiyyəti olmadığı üçün caiz deyildir. Bu isə açıqca haram deməkdir. Əl-Mühaqqiq Əl-Hilli isə daha da irəli gedərək azana edilən bu cür əlavələri birbaşa bidət adlandırır. 8-ci əsrin böyük Şiə fəqihi Əş-Şəhid Əl-Əvvəl ləqəbli alim isə məsələni daha da mürəkkəbləşdirir. O, bəzi kitablarında Ət-Tusinin günah qazanmaz
kimi yumşaq mövqeyini nəql etməklə kifayətlənir. Lakin Əd-Durus kitabında daha aydın bir tərif verir. O deyir ki, Əlinin vilayətinə şəhadət gətirmək imanın əsaslarındandır. Lakin azanın sözlərindən deyil. Əl-Nummə kitabında isə daha da irəli gedərək yazır. Bu sözlərin azanın bir hissəsi olduğuna etiqad etmək caiz deyildi, yəni haramdır. Görünən odur ki, Hicri 9-cu 10-cu əsrlərə qədər Şiə fəqihlərinin mütləq əksəriyyəti ya bu məsələdə tamamilə susmuş, ya da bu əməli açıq şəkildə bidət, xəta və ya haram hesab etmişlər. Lakin 10-cu əsrə daxil olduğumuzda birdən-birə çox kəskin bir dəyişiklik görməyə başlayırıq. Bu dəyişikliyin səbəbi nə idi? Səbəb, Səfəvi dövlətinin tarix səhnəsinə çıxması və Şiəliyi dövlət dini elan etməsi idi. Müasir Şiə tarixçisi və alimi, Princeton Universitetinin professoru Hüseyn Əl-Müdərrisi Ət-Təbatəbai bu həqiqəti açıq şəkildə etiraf edərək yazır. Belə görünür ki, Şah İsmail Əs-Səfəvi Hicri 907-ci ildə bunu əmr etməyənə qədər 3-cü şəhadət azanlarda zikr olunmurdu. Azana bu sözlər əlavə edildiyi zaman belə deyilirdi ki, bu 500 ildən bəridir ki, tərk olunmuş bir Şiə sünnətidir. Əl-Müdərrisi davam edir. Bunun üstündən bir əsr keçdikdən sonra bu şəhadət azanlarda o dərəcədə yaygınlaşdı ki, artıq onu deməkdən imtina edənlər sünni olmaqda ittiham edilirdi. Hətta fiqhi baxımdan buna etiraz edən fəqihlər belə avam kütlənin qəzəbindən qorxduqları üçün susmağa və təqiyyə etməyə üstünlük verdilər. Beləliklə, bir zamanlar ifratçıların bidəti hesab edilən bir əməl Səfəvi dövlətinin siyasi gücü ilə rəsmi bir şüara çevrildi və bu yeni siyasi reallıq qaçınılmaz olaraq Şiə fəqihlərinin fətvalarında da öz əksini tapmağa başladı. Məhz bu dövrdən etibarən biz Şiə alimlərinin kitablarında tamamilə yeni bir yanaşmanın ortaya çıxdığını görürük. Onlar əvvəlki alimlərin qəti mövqeyini yumşaltmaq üçün yeni bir hilə icad etdilər. Əş-Şəhid Əs-Sani kimi alimlər belə bir fərq qoymağa başladılar. Bəli, bu sözlərin azanın bir hissəsi olduğuna etiqad etmək haramdır və bidətdir. Lakin əgər bir şəxs bu etiqadda olmadan sadəcə olaraq təbərrük niyyəti ilə, yəni bərəkət qazanmaq məqsədi ilə bu sözləri azanın içində deyərsə, bunda bir sıxıntı yoxdur. Bu çox qəribə bir məntiqdir. Axı azanın içində davamlı olaraq oxunan bir söz istər-istəməz onun bir hissəsinə çevrilir. Bunun azanın bir hissəsi olmadığına etiqad edərək, onu azanın bir hissəsi kimi oxumaq necə mümkün ola bilər? Məhz buna görə də Əl-Muhaqqiq Əl-Ərdəbili kimi daha dürüst alimlər öz zamanında bu ikili standarta qarşı çıxmışdı. O, Səfəvi dövlətinin bu yeni bidətinə işarə edərək acı bir istehza ilə yazırdı. Necə olur ki, şiyələr Xəlifə Öməri sübh azanına "Əs-salatu xeyrun minən-nəvm" sözlərini əlavə etdiyi üçün əsrlərdir tənqid edib lənətlədikləri halda, özlərinin bütün böyük alimlərinin ittifaqla bidət və uydurma adlandırdığı sözləri bu qədər rahatlıqla öz azanlarına əlavə edirlər. Əgər Ömərin etdiyi bidətdirsə, sizin etdiyiniz nədir? Lakin Səfəvi dövlətinin güclü təzyiqi və zamanla formalaşan ictimai adət bu cür cəsur səsləri susturdu və zaman keçdikcə o təbərrük niyyəti pərdəsi də aradan qalxdı. Məhəmməd Təqi Əl-Məclisi və xüsusilə də onun oğlu, o nəhəng Bihərül Ənvarın müəllifi Məhəmməd Baqir Əl-Məclisi bu bidəti şiyyələr arasında tam normallaşdırmaq üçün müstəsna bir rol oynadılar. Məhəmməd Baqir Əl-Məclisi artıq heç bir tərəddüd etmədən yazırdı. Əlinin vilayətinə şəhadət gətirməyin azanın müstəhəb hissələrindən olması rəyi heç də uzaq bir ehtimal deyil. Bu prosesin nə qədər təzyiq altında getdiyini Məhəmməd Təqi Əl-Məclisinin özünün nəql etdiyi bu hekayə bütün çılpaqlığı ilə göstərir.
O deyir ki, ustadı Molla Abdullah Ət-Tustəri dərslərində Şeyx Sadoqun bu əməli pisləyən sözlərini nəql edirdi. Mən ondan soruşdum, bəs ustad, niyə özünüz azanda üçüncü şəhadəti deyirsiniz? O cavab verdi, sadəcə təbərrük üçün. Lakin söhbətlərimizdən sonra o bu əməli tərk etməyə qərar verdi. Çox keçmədi ki, Molla Abdullah bütün şəhərdə sünni olmaqda ittiham edilməyə başladı. Mən təşviş içində ustadımın yanına qaçıb dedim, artıq sənə təqiyyə babından üçüncü şəhadəti demək vacib oldu. Ustadım isə acı bir təbəssümlə cavab verdi. Mən elə əvvəldən sənə bunu demək istəyirdim. Beləliklə də bir zamanlar ifratçıların uydurması, bidəti və xətası hesab edilən bir əməl tədricən məkruh, sonra təbərrük niyyəti ilə icazəli, daha sonra isə müstəhəb bir əmələ, hətta bəzilər üçün azanın ayrılmaz bir hissəsinə çevrildi. Və bugün Şiə alimlərinin mütləq əksəriyyəti bu açıq-aşkar bidəti ya birbaşa, ya da dolayısıyla müdafiə edirlər. Və bütün bunlar bizə bir daha Şiə hədis mirasının nə qədər etibarsız olduğunu və siyasi şərtlərdən, ictimai təzyiqlərdən və təəssübkeşlikdən necə də dərin şəkildə təsirləndiyini göstərir.